Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Rabbi şrah li sadri ve yessir li emri. Vahlul ugdeten min lisani yefkahu kavli. بحق فاطمة وأبيها وبعلها وبنيها والسر المستودع فيها اللهم صل على محمد وآل محمد وعجل فرجهم وفرجنا. Allah Muhammed Ali Muhammedin ehtiramına xatir bu cümə günün bütün dünya müsəlmanlarına daha da mübarək qərar versin. Bu cümənin mərifətindən heç kəsi əli boş çıxarmasın və cümənin mərifətin hal həyatımızda bizə məxsusən ruzi eləsin. Əgər biz Allahın əmrlərinin, Allahın bizdən istəklərinin mərifətin başa düşsək, böyük bir səadət bizə tərəf üz gətirəcək, böyük bir xoşbəxtçiliklər bizim qapımızı döyəcək. Əgər biz Allahın hüquqlarının mərifəti ilə yaşamasaq, böyük bədbəxtçiliklər qapımızı döyəcək və böyük uğursuzluqlar bizim həyatımıza hakim olacaq. Allahdan istəyirəm bu mübarək cümə gününün hörmətinə xatir Allah bizi özünün hüquqlarına qarşı məhəbbətlə yaşamağı lütf eləsin. Ki yadınızdadırsa biz Həzrəti İmam Cəfər Sadiq ağanın bir hədisin, bir mövzusunu demişdik və o mövzu ki bizim üçün çox mühüm və çox əhəmiyyətli idi. İmam bizi bu işə təşviq eləyirdi və müsəlmanları yaşayışının əsas hissəsinə yönəldirdi. Bəzən keçə biləcəkləri şey də asan deyil və bu işlərin özündə bir çətinlik var. Ki, adi bir məsələ deyil də, məsələn, insanın 2 rükət namaz qılmağı zahirən o qədər çətin mümkündür görsənməyə ki, durar onu məsələn bir 2 dəqiqəsini ayırar, 5 dəqiqəsini ayırar, bunu yerinə yetirər. Amma illərlə qazandığın, illərlə zəhmət çəkib ələ gətirdiyin, Allah istəsə bir gündə verməyi biraz çətin olar. Bu insan üçün biraz əziyyətdir. Amma bu çətinliyin müqabilində Allah elə şeylər vəd verib ki, dəyər insan bunu ona neyniyə? Xərc eləyə. Baxın, insan dünyada hər nə zəhmət çəkir, hər nə iş görür, hər nə ələ gətirir, bunun hamısı ömrün sərmayəsindən hesablanır. O sağlam tacir o adamdır ki, sağlam qazanc eləyən o adamdır ki, yəni uduzmayan tacir o adamdır ki, ömrün sərmayəsini xərclədiyinin müqabilində aldığı şey ömrün sərmayəsinə dəysin. Yəni elə bir bahalı bir vaxt, belə bir gövhər sərf eləyir. Elə bir bahalı bir qiymətli bir şey satır ki, onun müqabilində aldığı şey gərək ucuz olmasın. Ömrün sərmayəsinin dəyəri Əhl-i Beyt əleyhimussalamın baxın rivayətlərinə nə qədər Allah bizə başa salıb ki, məsumlar bizə başa salıb ki, Allah insandan istəyir ki, ömrün sərmayəsini hər şeydən üstün bilə. Yəni ömrün sərmayəsi çox bahalı, qiymətli bir şeydir. Yəni bu sərmayəni sən xərcləyəsən, yerində aldığın gələ o sərmayənin əvəzi eləməyə, insan burada məğlub olub da. İnsan burada məğlubiyyət eləyib, qəbul eləyib. Ki, məsumlar ona görə deyir, bu iş çətin işdir, əvvəlində çətinliyi var. Amma təşviqat buna xatirdir ki, və xüsusi təkid buna xatirdir ki, biləsiniz, cəmiyyətinizin rifahı sizin bu keçə bilmədiyiniz işdən keçir. Gərək bu işi görəsiniz, gərək bu işdən keçəsiniz ki, mütləq şəkildə nə ola? Allah cəmiyyətə bir səlahlıq nəsib eləyə, Allah cəmiyyətdə bir rahatçılıq, rifah bərpa eləyə. Əksi təqdirdə hər kəs öz istədiyini elə əlində saxlasın, heç kimlə bir yardımlaşmasın, heç kimə bir xeyir verməsin, mütləq şəkildə cəmiyyətin bir hissəsi iflic olacaq. Fələc olacaq da, yəni şikəst olacaq. Necə bugün bütün dünyada bax, o fəqirlik niyə bu qədər baş alıb gedir? Niyə insanların, məsələn, xüsusən müsəlman ölkələrində fəqirlik insanların əksəriyyətinə hakim olur? Vəziyyət günü-gündən cəmiyyətin arasında çətinləşir. İnsanların arasında, müsəlmanların arasında gərginliklər günü-gündən çoxalır. İndi, məsələn, mümkündür deyəsiniz, bəzi ölkələrdə belədir, filan müsəlman ölkəsində belədir, başqa. Amma əksəriyyətindən çətinliklər niyə yaranır? Səbəb nədən ibarət olur? Bəzi biz Allahın bizdən elədiyi bu şeylərə diqqət eləmirik. Biz keçən dəfədə bilmirəm, bu barədə deyəsən bir hissəsində danışmışdıq. Biz bəzən sədəqəni, bir nəfərin yoxsulunun belə daha bir, bəzən görsən biri birinə sədəqə verəndə bir 10 dəfədə az qalır, abrın apara. Sədəqə bir dənə iqtisadi qanundur ya.
Sədəqə bir dənə cəmiyyətin arasında Allahın bərəkətinin çoxalmağına yaranan bir səbəbdir. Sədəqə balaca məsələ deyil ki, zahirən bu sədəqəni verdin, bəlanı özündən dəf elədin, bu məsələnin bir tərəfidir. Sədəqənin bir iqtisadi tərəfi var. İnsanların rifahına xidmət edən bir iqtisadi tərəfi var. Amma bəzən sədəqə görürsən, zahirən o gözdə görsənmir. Və adətən də görürsən, bəzən insanların hamısı olmasa da bir hissəsi sədəqəni yalnız və yalnız ehtiyacları olmadığı bir təqdirdə lazımsız pullarından, lazımsız mallarından verirlər. Sədəqə odur ki, istədiyini verə biləsən, sevdiyindən keçə biləsən. Həzrət İmam Hüseyin ağa demədi ki, əgər nə qədər sevdiklərinizdən keçməmisiniz, heç vaxt Allaha yetişə bilməyəcəksiniz. Bəzən o sədəqə verəndə o 1 manat ki, sədəqə verirsən, 5 manat ki, sədəqə verirsən, onu o ehtiyatsız və lazımsız pulundan eləmə. Bütün işlərin qurtarıb, məsələn, bu 1 manatı da verə bilərsən, yox. Bəzən o 1 manata ehtiyacın olanda sədəqə ver ki, səndən də ehtiyaclı mümkündür bir adam ola. Bəzən də bu cür də olur da, insanların təbəqə baxımından fərq edir bir-birindən maddi cəhətləri. Ki, məsumlar buna xatir təşviq ediblər ki, biləsiniz bu cəmiyyətin arasında bir dənə xüsusi bir rifah, rahatçılıq yaradır. Sənin bu günlərim atdığın bir addım əlində olanı ehtiyaclı insanlarla bölməyinin mənası budur ki, sən cəmiyyəti düşünürsən, sən cəmiyyətin iflic olmağının qarşısını alırsan. Bu işin mükafatını Allah heç vaxt insandan neynəməz? Əvəzsiz qoymaz. İndi çox mühüm olub da, biri-birinə bir yaxşılıq eləyir, o yaxşılıq bir 50 dənə məclisdə təqribən görürsən, müzakirə obyekti olur, müzakirəyə dönür. Biri-birinə bir yaxşılıq eləyir, bir dənə 10 dənə yerdə. Bir yaxşılıq eləyən kimi sanki istəyir onu kimlərəsə faş eləyə. Əgər bu yaxşılığı eləyəndən sonra bunu faş eləmək fikrindəsənsə, əvvəla budur bu yaxşılığı eləmə. Sən ən böyük yaxşılığın bilirsən nə ola bilər? Kiməsə elədiyin yaxşılığı deyib, eləyib, ondan sonra cəmaatın abrını aparmamağın ən yaxşı yaxşılıqdır. Ən gözəl yaxşılıq odur ki, elədiyin yaxşılıqla cəmaatın abrını aparmayasan. Bundan gözəli yoxdur ya. Əmir Əl-Muminin demədi ki, ya minnətli olunan işin günahı onu tərk eləməkdən daha böyükdür. Yəni bir ehtiyacın ödəməmək ki, böyük günahdır. Allahın sevmədiyi işdir. Amma eləyib onun abrını aparmaq ondan da böyük günahdır. Ondan da böyük mühüm məsələdir. Ondan da təhlükəli bir məsələdir. Əgər doğrudan istəyirsən sən birinə yaxşılıq eləyəsən, o elədiyinin müqabilində onu hər kəsin yanında faş eləyəcəksən, hər kəsin yanında onun abrı ilə oynayacaqsan, istəyirsən ona yaxşılıq eləyəsən, bu işi eləmə. Ona yaxşılıq eləmə, onun əlindən tutma, amma abrını da aparma. Ən yaxşı yaxşılıq bundan ibarətdir. Ən gözəl xeyir bundan ibarətdir. Məsumlar deyiblər bizə ki, siz istəyirsiniz müsəlman olaraq bir cəmiyyətinizin arasında rifah hakim olsun, cəmiyyətinizin arasında aclıq aradan geçsin, cəmiyyətinizin arasında fəqirlik, yoxsulluq azalsın, əlinizdə olan malı müvasatul əxi filmal, çalışın bunu hər nəyiniz varsa cəmaatla bölüşün. Sən evində bir ayın ərzaqın tədarük eləmişsən, amma qonşudan bir günün azuqəsi yoxdur, səhərin azuqəsi yoxdur. Məsumlar deyiblər, bu bizim yolumuz deyil. 2 ay bundan sonranın sən azuqəsini tədarük eləmişsən, amma 2 saatdan sonra evində çörək tapmayan adam var ki, nahar gələcək 2 saatdan sonra balasına çörək tapmır. Evdə ali uşağına çörək tapmır. Sən ki 2 ay bundan sonranı tədarük eləmişsən. O bir nəfər İmam Sadiq ağanın zamanında o xadimlərdən biri deyir ki, Mədinənin bazarında ki, deyir, vəziyyət çətinləşmişdi, taxıl, arpa, buğda ki, məsələn, bahalaşmışdı. Deyir, İmam Sadiq ağa məni çağırdı ki, bizim ambarda nə qədər varımızdır. Deyir, mən də sevincək halda, belə də bir xüsusi şadlıqla dedim ki, ağa, xeyli ambar eləmişik. Elə bildim, İmam mənə çox sağ ol deyəcək. Deyir, İmam məni çağırdı, mənə deyir, bir gözlədiyimin, intizarında olduğumun əksi bir formada deyir, mənə baxdı. Dedi, ged o ambarda olan o arpanı, buğdanı çıxart, apar Mədinənin bazarında köhnə qiymətlə sat. Və yaxud o ehtiyaclı ailələrə böl, özümüz də hər gündə cəmaat öz ehtiyacını necə bazardan alırsa, biz də o cür alacağıq. Baxın, nə qədər insanlarla bu bərabərsizliyə diqqət edir. Həm insanlar fəqirlikdən, kasıbçılıqdan naümid olmasınlar, özünü tək hiss eləməsinlər ki, Allahın yer üzündə höccəti də bu vəziyyətdədir. Demək, bu işdə Allahın bir xeyri var, gərək dayanaq, səbr eləyək. İnsanlar həm küfrə getməsinlər, həm də insanlar bu yolla insanların ehtiyaclarını aradan qaldıra bilsinlər. Ki, bəzən bu cür olmasın ki,
sən özün aylarla tədarükün qapında var. Sənin özünün, məsələn də bundan sonra 5 ildə paltar almasan, heç sənin libas almağa, paltar almağa ehtiyacın yoxdur. Amma bir nəfərin əynində doğrudan normal bir dəst paltar yoxdur. And olsun Allaha, bu imandan və insafdan deyil, adam bu cür yanaşa məsələyə. Sənin gözün gördü, qulağın eşitdi, bir nəfərin ehtiyacı var, apar ona paltarını, apar ona evinin produktunu, apar ona evinin ruzisin, apar ondan böl. Qonşu ac yatsın evində, sən də hər gün İslam adı altında yaşa, amma xəbərin olmasın ki, qonşu bu gecə çörək tapıb ya tapmayıb. Sənin qohumun fəqirlikdən əziyyət çəksin. Bir gün çörək tapsın yeməyə, bir gün tapmasın, sən belə də bütün o rahatçılıqla həyatını vur, səhəri də rahat yat dur, heç bu cürdə fikirləşmə ki, görən o qohumun bu gecəki haləti necə oldu, o qonşunun bu haləti necə oldu. Həzrət Peyğəmbər demədi ki, qonşusu evində yatan bir adam özü evində tox yatsa, özü evində məsələn doymuş halda yatsa, səhəri bu cür atsa, demədi mənim ümmətimdən deyil. Demədi bu halda ölsə mənim ümmətimin ölənləri kimi ölülərdən, o dünyasını dəyişənlərdən hesab olunmaz. Bəzi rivayətlər var, deyir heç ona, məsələn, əlbəttə bu bir dənə mübaliğə ünvanındadır, istəyir onun halını bəyan edək ki, bu nə qədər Allahı narahat edib, bu nə qədər Peyğəmbərin xoşuna gəlmədiyi bir işdir. Deyir bir nəfər özü tox yata, qonşusu ac yata, ya qohumu, tanıdığı, bildiyi adam, müsəlman qardaşı, bacısı ac yata, özü də bu rahatda, bu cür sübhün başa vura. Deyir bu halda dünyasını dəyişsə ona cənazə namazı düşməz. Ki, yəni bu ümmətin qayda qanununa, İslamın əmirlərinə bu adam bu qədər biganə qalıb. Küfür eləyib Allahın əmirlərinə. İmam Səccad əleyhissalamın zamanında Əbu Həmzə Sumali, ki mərufdur İmam Səccad əleyhissalamın o Əbu Həmzə Sumali ki duası var. Həmən o Əbu Həmzə Sumali, o ki imamın yaxın dostlarından edir. Cümə günü səhər sübh namazından sonra deyir, məsciddən mən imamla çıxdım, gəldim İmam Səccad ağanın evinə xidmət edirdim orada. Deyir İmam Səccad əleyhissalam o xidmətçilərə dedi ki, qapını açarsınız, vəsailləri də, yemək içməyi də hazırlayarsınız, qoy gələr cəmaət ondan neyniyər? İstifadə eləyər. Deyir, dedim ki, ağa, bəzi adamlar heç müstəhəq deyirlər axı. Necə bunun hamısına verirsiniz? Deyir, İmam Səccad əleyhissalam mənə bax, dedi ki, Sabit, yəni o Əbu Həmzə Sumalinin adıdır da. Dedi, Sabit, bilirsən Həzrəti Yaqubun evindəki o müsibət ki var idi, Allah neçə il Yaqubla Yusifin arasına ayrılıq atdı. Səbəb bu idi ki, bir dənə müstəhəq qapını döymüşdü. Hər gün ki, Həzrəti Yaqubun evində heyvan kəsilərdi və onun bir hissəsi yeyilərdi, bir hissəsi də fəqir füqaraya verilərdi, ehtiyaclı adamlara verilərdi. Bir gün ki, o qapını döyən müstəhəqqi dala qaytardılar qapıdan, Yaqubun övladları. Bu iki, dedilər ki, elə hər gələn gəldi, bu qapını döydü, istədi. Bunun ehtiyacı da yoxdur, heç müstəhəqqə də oxşamır. Bir halda ki, müstəhəq idi, gecə ac yatmışdı, Allaha şikayət eləmişdi. Həzrəti Cəbrəil Yaquba demişdi ki, evin bu işin, bu gecə ac yatanın naləsindən bu ev bəla görməlidir. Bu evə müsibət nazil olmalıdır. Əlbəttə onun da bir ilahi bir hikməti var, bunlar ayrıca bir mövzudur. Mən istəyirəm mövzumuzun o münasib tərəfini, uyğunluq tərəfini danışam. Dedi Sabit, Əbu Həmzə Sumali, biz bilmirik hər kəs kim müstəhəqdir, kim müstəhəq deyil. Əlbəttə imam bilir. Deyir, yəni bu qapıda əyləşən bu xadimlər bilmir ki, doğrudan ehtiyaclı hansıdır, ehtiyacsız. Birdən onların içində bir ehtiyaclı olar. Onu da ehtiyacsız bilib dala qaytararlar. Qoy qapı açılsın, hər kəs bu gündə gələndə buradakı olan o qidadan, o çörəkdən, o çaydan, o sudan istifadə eləsin. Baxın, görün, nə qədər insanların halətinə yanıblar bu məsumlar. İstəyiblər bizə nəyi başa salalar, nəyi öyrədələr ki, insan heç nəyi sən özünlə qəbrinə apara bilməyəcəksən. İlla bu iki, özünlə qəbrə bilirsən nəyə aparacaqsan, elədiyin xeyratları, özünlə qəbrə həqiqətən yaxşılıqlarını aparacaqsan. Özünlə qəbrə gördüyün xeyr işlər aparacaqsan. Əlində aparmayassan, o şeyləri sən əməlində aparacaqsan. Ki İmam Sadiq ağa deyirdi, Muvasatul əxi fil mal. Möminlər mallarında nə olarlar? O bərabərçiliyə diqqət eləyərlər ki, məsumlar bu barədə məxsus mövzulara toxunublar, məxsus məsələləri qeyd ediblər. Mən bilmirəm, bəlkə də bunu cümələrin birində demişdik. Əgər demişdiksə də mənə bağışlasınlar izləyən əzizlərimiz. Mən bu rivayəti bir də oxuyuram, amma dəqiq bilmirəm. Əleyhissalamın Məhəmməd ibn Əbu Bəkirə yazdığı o Misirin ostandarına
o Misrin hakiminə yazdığı bir dənə məktubda deyir ki, fəxfiz ləhum cənahək və alin ləhum canibək vəbsud ləhum vəchək və asi beynəhum fil ləhzəti və nəzrəti həttə la yətmə'ul uzəmai fi heyfikə ləhum və la yeyəssiz zuəfəu min ədlikə aleyhim. Əleyhissalam Muhammed ibn Əbu Bəkirə bir məktub yazır, Misrə göndərəndə, Misirdə olanda ona bir məktub yazır ki, ondan bunu istəyir ki, deyir, cəmaata məhəbbət qənətlərini aç. Onlarla xoş təbəssüm ol, yumşaq ol, mülayim ol, onlarla insan kimi rəftar elə, onlarla mülayim rəftar elə, xoş təbəssüm, bu cür bir mülayim formada insanlarla davran, öz gülər üzünü onlara tərəf yönəlt, ehsan elə, yəni gülər üzünü onlara ehsan elə, xoş mülayim rəftarını onlara ehsan elə. Cəmaatın arasında baxışlarını ədalətlə böl. İnsanlarla danışırsan, xütbə oxuyursan, cəmaata baxanda ədalətlə baxış elə. O qədər bir qrupun üzünə baxma ki, məsələn, o cəmaatın bir qrupu elə bilsin ki, ondan tamahlansınlar, sən yalnız bunlara diqqət edirsən. Zəif insanlar da bundan naümid olmasınlar ki, Muhammed ibn Əbu Bəkir Əlinin dostu, Əlinin bura təyin elədiyi bir dənə hakim. Başqalarına baxır, biz zəiflərə baxmır. Deyir, zəiflər bu baxışından məyus olmasınlar. Bir qrup da böyüklərə o qədər baxma ki, onlar da sənin baxışından tamahlanmasınlar ki, sən bunlara başqalarından çox ehtiram qoyursan. Baxın, ədalət və bərabərçiliyin ən mühüm nöqtəsinə baxın. Həqiqətən canım sənə qurban olsun, ya Əmirəl-Müminin. Bu kəlamlar doğrudan bir kəlamdır ki, bəşər kəlamı bundan uyğunlaşa bilməz. Deyir, böyüklər tamahlanmasın baxışlarından, zəiflər də naümid olmasın, məyus olmasınlar. Baxışlarını da cəmaatın arasında ədalətlə böl. Qoy, hər kəs öz təbəqə, öz bərabərçiliyin və ehtiramın qoruya bilsin. Ki, məsumlar bizə bu yolla istəyiblər deyələr, cəmaat arasında yaşayışınızı bu cür bərpa edin ki, xoşbəxt olasınız. Çünki ömrünüz tamam olacaq. Allah ömrünüzün hər hissəsini sizdən hesab eləyəcək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.